Putin rejimi sona yaxınlaşır. Ukraynadakı müharibə dalana dirənib və qələbə olmadan Putin uzun müddət hakimiyyətdə qala bilməz. Onun son ümidi Trumpın Ukraynanı kapitulyasiyaya məcbur edərək Moskvaya qələbə qazandıracağına dair gözləntisi gözümüzün önündə çökür. Putin özü də sonun yaxınlaşdığını hiss edir. O, hər yerdə suiqəst və çevriliş cəhdləri görür. Bunu Amerikalı alim və insan haqları müdafiəçisi totalitar ideologiyaların araşdırılması mərkəzinin direktoru Yuri Yarmağayev deyib. Onun sözlərinə görə Rusiya yenidən bir yol ayrıcına çata bilər ki, 1980-ci illərin sonlarında olduğu kimi. Özlərini müxalifət liderləri adlandıranlar artıq hakimiyyəti düşünməyə başlayıblar. Bunlar siyasi sistemin parlamentli yoxsa prezident idarə etməsi olması, ölkənin bütöv qalıb qalmayacağı barədə mübahisə edirlər. Ekspert vurğulayır ki, Rusiyanın əsas problemi nə siyasət, nə də iqtisadiyyatdır. Əsas problem cəmiyyətin dərin mənəvi tənəzzülüdür. Sirinin dağılmasından bəri aparılan bütün islahatlar bu problemi aradan qaldırmadı və başqa nəticə də verə bilməzdi. Mənəvi dikəliş olmadan nə demokratiya qurmaq, nə azad iqtisadiyyat inkişaf etdirmək, nə də insan ləyaqətini bərpa etmək mümkündür. Bu tənəzzülün kökləri bolşeviklər hakimiyyətə gəlməzdən əvvəl mənəvi dəyərlərin məhv edilməsinə dayanır. Gümüş dövründə estetika etikadan üstün tutuldu və bu mənəvi nisbilik üçün zəmin yaratdı. Bu nisbilik sonradan Sovet intellektualları arasında yayılaraq böyük məqsəd naminə yalanı qəbul etməyə hazır olan bir mühit formalaşdırdı. Ekspert xatırladı ki, Sovet kommunizminin süqutundan sonra ölkənin mənəvi təmizlənməsi əvəzinə siyasi və iqtisadi strukturların yenidən qurulmasına girişdilər. Tələsik seçkilər keçirdilər, islahatlara başladılar, amma cəmiyyətin mənəvi vəziyyətini dəyişə bilmədilər. Tələsik seçkilər keçirdilər, islahatlara başladılar, amma cəmiyyətin mənəvi vəziyyətini dəyişə bilmədilər və doğruluq olmadan kapitalizm mümkün deyil. Mən o vaxt deyirdim, kapitalizmin təməli dürüstlükdür, amma Rusiyada bu ifadə zarafat kimi səslənirdi. Çünki insanların çoxu kapitalizmi fırıldaq hesab edirdi və elə onu da qurdular, deyə o deyir. Onun sözlərinə görə 1990-cı illərin islahatları ölkəni mənəvi böhrandan çıxarmadı. Əksinə, onu daha da dərinləşdirdi. Keçmiş dissidentlər lal qoyulurdu, keçmiş KGB əməkdaşları isə qəhrəman kimi təqdim olunurdu. Bu tənəzzülün kulminasiyası KGB əməkdaşı Putinin prezident seçilməsi oldu. Putin 10 illiklər boyu Rusiyanın süründüyü mənəvi boşluğun təcəssümünə çevrilib. O, cinayəti, korrupsiyanı və yalanı dövlət siyasəti səviyyəsinə qaldırdı. Bu tənəzzülün zirvəsi əsassız müharibələr oldu və bunun son nöqtəsi Ukraynaya qarşı geniş miqyaslı hücum idi. Bu müharibə cəmiyyətin mənəvi çürüməsinin aynasına çevrildi. Putin və onun ətrafı mənəvi monstrlardır. Bunların ənənəvi dəyərləri, necə ki, kommunizm qurucusunun mənəvi kodeksi əsl əxlaqla əlaqəsi olmayan saxta anlayışlardır, deyə Yuri Yarmağayev deyib. Omsk yaxınlığında yanğın 18 noyabr səhər saatlarında qeydə alınıb. Yanğının alovu bir neçə kilometrdən görünür, partlayış səsləri isə qonşu kəndlərdə eşidilirmiş. Daha sonra hadisə yerindən video görüntülər yayılıb. Kadrlarda hasarın yanında sahədə böyük bir alov sütununun yüksəldiyi görünür. Şot Telegram kanalı yerli sakinlərə istinadən qaz partlayışı baş verdiyini yazıb. Rastovka kəndinin sakinləri Şota bildiriblər ki, təxminən 40 dəqiqə əvvəl Vrubelyova massivi tərəfində güclü partlayış səsi eşidilib. Şiddətli yanğının işığı kilometrlərlə uzaqdan görünür, qurultusu isə qonşu kəndlərə qədər çatıb.
İlkin məlumata görə qaz partlayışı baş verib. Hadisə yerinə operativ xidmətlər göndərilib. Super Omsk nəşri əlavə edib. Son məlumata görə boru qırılması yerində qaz yanır. Hadisə yerində 4 yanğın söndürmə briqadası işləyir. İlkin məlumata əsasən 50 mm diametrli borudan qaz sızması baş verib. Qazın verilişi dayandırılıb və boruda qalan qaz yanaraq tükənir. Ən yaxın tikili təxminən 300 metr məsafədədir. Daha sonra bu məlumatı Omsk vilayətinin qubernatoru Vitali Xotsenko sosial şəbəkələrdə təsdiqləyib. Omsk rayonunun Rastovka kəndi yaxınlığında sahədə yanğın baş verib. İlkin məlumata görə xəsarət alan yoxdur. Versiyalardan biri qaz kəmərindən sızmanın olmasıdır. Hadisə yerində fövqəladə xidmətlər işləyir. Hüquq mühafizə orqanları səbəbi araşdırır. Omsk vilayəti Fövqəladə Hallar İdarəsi daha sonra bildirib ki, yanğın Rastovka kəndi yaxınlığında sahədə başlayıb. Hadisə yerində 4 xüsusi texnikanın köməyi ilə 18 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı çalışır. Xəsarət alan yoxdur.